Peki Emma Hanım, geniş izah edin de vicdan insanın içindeki Allah'tır. Vicdan, iman, her şey Allah'tır. Her şey Allah'tır. Kalam da Allah'tır. Belə götürəndə. O vicdan iman deməkdir. Kitablarda iman gəlir. Bu sonradan elə bil vicdana çevrilib. Bu söz dəyişirilib. Deyir, mal, mülk, var dövlət, vəzifə hətta itirən həyatda az şey itirər. Vicdanını, imanını itirən çox şey. İman bizim müqəddəratımızı həll edən bir dirəkdir bizdə, iman. Başa düşdünmü? Bunda ləkə olanda, amma ləkəsiz də yoxdur insan, səhvsiz insan yoxdur. Mən, bax bu nöqtəyə, görürsən, indi oturub sərbəst danışıram. Bu sərbəst, bu sinə dəftər, kitab olmağı bu sinəmin mənə ucuz başa gəlməyib. Çox baha başa gəlib. Çox səhvlər içərisində, çox necə çətinliklər, vəhşətlər, məşəqqətlər, tənələrlə belə addımlaya gəlib bura çıxmışam. Yəni səhvsiz insan yoxdur. İndi bu oyanış üçün bu süfrəni Allah Teala açıb, bir bu sözləri qəlblərə elə bil atır, buradan səslə düşür. O hər qəlbdə özü bir cücərdir, özünə yönəldir. Biz ruhen yenilənib Allah'a daha yaxından xidmət edəcəyik. Yəni, qəlbdə Allahla gizli söhbət. İman da bizim şərtlərinə itayət etdiyimiz qanundur. İman qanundur. Biz ona, o necə din əhli deyir ki, namazın şərtləri var, o qanundur. Boş söhbət. Qanun imandır. Namazın şərtlərinə itayət edən insan, əgər həqiqi mənada o şərtlərə itayət edibsən, sağlam addımlayırsansa, mən ona deyərəm ki, o qanundur. Amma imanı ləkəsiz saxlamaq, bu qanundur. Onda insan nə baş ağrısı bilir, nə diş ağrısı bilir, nə xəstəlik bilir. Sağlam addımlayır. Amma namaz onu səni sağlam addımlada bilmir. İman budur. Vicdan budur. Qanundur. Emma Hanım, Səkinə xanım buradadır. Səkinə xanım,